tarihi. Vətən müharibəsi iştirakçısıyam. Çox yəni sevindiricidir. Bu gün paraddır. Noyabrın 8-i həm qələbə günümüzdür. Bu günə görə, bu günü bizə yaşatdırdığına görə Azərbaycan şəhidlərinin ruhu qarşısında baş əyirəm. Qardaşlarımızın, qazilərimizə Allah can sağlığı versin, veteranlarımıza da Allah can sağlığı versin və Ali Başkanla komandamızı Allah canını sağ eləsin. Kəntlərinə çıxdı qarşıma, çöldən dövbə quşu qondu başıma, izin ver gözündən göçən yaşıma, dinlərsinlər naxal bayraq. Xoş gün münasibətilə, Zəfər Bayramı münasibətilə xalqımızı, başda Ali Baş Komandanımız İlham Əliyev cənablarını təbrik edirik. Allah şəhidlərimizə rəhmət eləsin, qəni-qəni. Verdilər can, yaşasın Azərbaycan. Qazilərimizə də sağlam can arzu edirik. Bizim şəhidlər, bizim qazilər, tökülən o qanlar olmadı hədə. 44 günlük gəldi o böyük zəfər, Qarabağ birində hamı biləcək. Azərbaycan zəfər gününün mübarək. Kəlbəcərim, ilk olaraq Kəlbəcədə döyüşlərə qatılmışıq. Ondan sonra cəbhənin başqa istiqamətində Füzur rayonundan ön xətti keçərək Cəbrayıl rayonunun 4 oktyabr işğalının azad olmasına iştirak etmişik. Sonra 9 oktyabrda Hadıq qəsəbəsinin işğalının azad olmasına iştirak etmişəm. 17 oktyabrda Füzur rayonunun işğalının azad olmasına iştirak etmişəm. Ondan sonra Xocavənd rayonunun bir çox kəndlərinin, qəsəbələrinin işğalının azad olmasına iştirak etmişəm. Sonra Çanaqçı, Şuşanın bəzi çox kəndlərinin və Şuşa şəhərində gedən döyüşlərdə Şuşa şəhərinə daxil olaraq, qaylardan girərək, qalxaraq Şuşa şəhərində gedən döyüşlərdə iştirak edərək, Şuşa şəhərində döyüşlərdə də yaralanmışam 4 noyabrda və Şuşa şəhəri aldıqdan sonra artıq təxliyə olmuşuq. Sevinci gündür. Çox sevinirəm ki, 5 illik qələbəmizi qeyd edirik. Allah Ali Başkanlarını saxlasın. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlıq versin. Millətimizə can sağlıq versin. Qürur duyuram ki, mən Azərbaycanlıyam və insanların izdihamı görəndə çox sevincimin həddi hüdudu yoxdur. Bunların bizim şəhər rayonu Çomad kəndinin 4 dənə şəhidi var, 31 qazisi var, 44 günlük müharibədə. 44 günlük. Bunlar mənim kəndlərimin şəhidləridir.